Salamlar. Altlardan düşüyor. Ha. Yıkılacak. Bura baxın, görün nə qəşəng yağır. Hətta bax, hasarların üstü belə yüngül, belə qar örtəyidir. Düşsəcək, düş yedi. Duran. Qaçdı Joji. Ya kızlar, hava o kadar sulu yoktu ki. Dəhşət, bürünmüşüm. Bir dənə əllərindən gözlərim qalır. Axşam gözlərim sıkına qalır. İyi gedirəm Zeynəbin dalayacağım. Zeynəbi götürüm gəlir. Sən can, bu kızın gediş formasına bax. Məktəbdən çıxmışıq, getdik. Eyni şeyler almaq istəmədik. Bu səfər fərqli bir şey aldıq. Keks aldıq, təzə gəlmişdi. Onlardan aldık. Hə, çəkirəm. Hə, keks kimi şeyler aldıq. İndi görək. Elə o heyləsi maraqlıdır, qəribə hərəkətlər. Eləmə telefon çox dəymə. Hə, indi gedirik evə. Yağmur da giyinib. Yeməyini gəl. Yeməyini yiyib. Yeməyini darcı verdim yesin. İndi gedirik evə. Evə girməyimlə çıxmam bir olacaq. Ona görə ki Yağmur aparacağım məktəbə. Neyinirsən? O məsəl var deyir. Deyim, mən hamının dərdini çəkincə, qoy dəli oğlum mənim dərdimi çəksinlər. Bununki də o məsələdir. Təzdən yağmaya başladı. Səhər biz gedəndə Qar yağırdı çıxmışıq. hə, son 5-10 dəqiqə sonra dayandı. Zeynəb aparıb evə qoyub gələnə qədər dayandı. Ay saxla sözlü. Bir dənə də balaca məsi görmüşük. Zeynəb diləşib ki, ana aparaq. Saxla sözlü. Yox, saxlamıram. Saxla sözlü. Yaxşı. Mini bazarlıqla gəldim. Həmişə böyük bazarlıqlar eləyirdim. Belə bir biz bunu sevirik vkusnunu. Sonra kalbasaları, birinci ses kalbasaları göstereceğim. Sonra papamojit. En sevdiğimiz kalbasalardır ve bundan geçen sefer almıştım. Yine minisini aldım. Çünkü videomun elə adı da mini bazarlıqdır və belə mini balaca saqqızlar və belə bir şey. Qaymaq aldıq və peçeni. Peçeni də minidəsində. Burası ekranda çox yaxşı görünür. 2 dənə bundan aldıq. Deməli, bu un, doymaq unu çox qəşəng undur və endirimdə idi. Mən bunu ballıdan almışam. Sonra qaymaq, yox, şor. Sonra qaymaq. Və sport peçeni. Nəhayət bu firmanın peçenisi çoxdan da yox idi. Sportu nəhayət bunu da tapdıq. Və vazgeçilməzimiz makaron. Bir də bu peçeni, belə bir peçeni aldıq. Və kələm qızlar ballı marketdə 29 qəpiyə düşmüşdür. Və badımcan 1.99 idi. Kartofdakı 99 qəpik. Mən bunları bəzilərini ballıdan, bəzilərini də arazdan aldım. Mini bazarlığımız bu kadar. Salamlar, necəsiz? İnşallah yaxşısınız. Deməli, bu günləri bu dünənki vlogun arxası da belə deyək, davamını çəkirəm. Dünənləri Zeynəb məktəbə apar gətir elədim və yüngül bir bazarlıq da elədim və dedim ki, bu çox qısadır və mənim izləyicilərim uzun vlog istəyir və bu günə davam elədim. Təbii ki, sıxıcı olmasın deyə bir daha Zeynəbi aparıb gətirmədim, yəni apardım məktəbə, amma çəkilişini eləmədim. İndi isə sizinlə bərabər bu kuxlanı hazırlayaq, səliqəyə salaq, düzəldək. Bu arada yağmur ucu durmaq üzrədir. Bizdə mən beləyəm ki, yəni kimsə yatdısa, ümumiyyətlə əlimi hansısa bir qaba vurmaram. Ona görə ki, çünki səs olur, taktuk olur. Mən özüm yatarkən kimsə kuxnada hansısa bir qabı tərpətsə, avtomatik hiss eləyirəm.
və məni narahat eləyir. Və məni narahat edən bir şeyi mən də onu heç kimə etmərəm. Necə ki, özüm hansısa bir sözü götürmərəm, xoşum gəlməz bu hərəkətdən, heç kəsə də qarşı onu etmərəm. Bu da elə bir şeydir. Hər nəysə, keçdik kuxnanı səliqəyə salmağa. Buradan sizə əgər çox uzaq olursa, yəni belə çəkilişlər çox uzaq olursa, zəhmət olmasa yorumlara yazarsınız. Mən də bilim ki, sizə nə cür çəkilişlər rahatdır baxmaq. Məsəl üçün, mənim üçün belə daha rahat ola bilər ki, mən uzaqdan qoyum, işimi görüm və ümumi şəkildə hər şey görəsiniz. Bir də var ki, əlimdə telefonla belə çəkiliş eləyə çox narahat olur. Hətta istəyirəm ki, yəni bir dənə də ayaqüstü bir tripod alım ki, mənim üçün çox rahat olsun. Otağı təmizləyərkən o qədər narahat oluram da. Çox vaxt təmizlik vloglarını mən çəkəndə çox əziyyət çəkirəm də. Məsəl üçün, mətbəx mebelini təmizləyərkən bu üst hissələri ancaq belə bu formada təmizləmişəm, çəkib təmizləmişəm və yaxud da ki, uşaqlardan birinə demişəm ki, qızım gəl sən dayan, ay Vəli sən dayan, ay balaca sən gəl dayan, ay böyük sən gəl dayan məsələdə. Hətta yaşlı qaynanam var. Onu da deyirəm ki, sən Allah bunu tut. Çünki bir tripodum vardı, ayağı çox zəif olduğu üçün xarab oldu deyə. Ona görə deyirəm biraz möhkəmini alın və Temudan bir-iki şey zakaz etmək istəyirəm. Onun içində də görək inşallah Allah qismət eləsin bir dənə də tripod almaq istəyirəm. Yəni ayaqüstü dayanan bir tripod çox rahat şəkildə olsun deyə mənə çəkilişlərimi rahat edin və çox danışdım deyəsə keçdik iş başına. Deməli, dünənləri puding eləmişdim. Bunların qabları qalıb təbii ki. İndi bunları da yığacağım. Marojna qablarımdan ikisi qırıldığı üçün, biz də evdə 5 nəfər olduğumuz üçün və birini də belə piyalədə eləmişdim. Baxın, görün nə gözəldir. Çox dadlı, çox ləzzətlidir. Yəqin ki, ya bugün, ya sabahları paylaşacağım. Dünənki canlımda yarımçıq kəsildi. Daha məcbur oldum kəsməyə. Çünki zəng gələn zamanda telefonda məndə şey olur. Canlının səsi dayanan bir şeydir. Canlının səsi də dayandı, yəni heç kəs eşitmir də. Qonşu zəng gəlmişdi, açarlar qalmışdı getdiyi evdə, yəni qonaq getdikləri evdə açarlar qalmışdı. Və taksi ilə onlar göndərənə qədər, gələnə qədər körpəli idilər və zəng elədilər mənə ki, Günel evdəsən? Dedim, hə evdəyim. Açdım qapını və gəldilər bizə körpəli, yəni çöldə dünən, yəni bilirsiniz də hava necə soyuqdur. Yəni soyuqda çöldə qalmasın deyə evə çağırdım, gəlsinlər evdə dayansınlar. Evdə dayansınlar və axşam bizə gəlmişdilər. Ay Allah, elə şirin, elə gözəldir ki, maşallah, maşallah, Allah saxlasın. Ürəyim gedir körpə uşaqlardan ödür. Həqiqətən də çox, həddən artıq çox sevirəm körpə uşaqları. Yəni, sanki körpə uşaq görəndə, sanki mənim üçün həyat tamam başqa cür oldu. Sanki belə o, necə deyirlər, mutik aləmi, nağıllar aləminə düşən kimi oluram. Həqiqətən də bilmirəm nədəndirsə mən körpələrə qarşı bir də yaşlı, çox yaşlı insanlara qarşı çox həssasam, həddən həssasam. İstəyirəm keçirdim o tərəfdən. Siz məni oradan daha rahat görərsiniz bəlkə. Bir dənə çay dəmliyim. Bu arada da zaryatkaya qoymuşdum ki, zaryatkada belə necədir? Yox, belə narahatdır deyəsən. Mən necə eləyim? Kuxnanın halinə baxmayın. Kuxnanı indi dəyişəcəyik. Keçirdim telefonu bu tərəfə. Yəqin ki, sizə uyğun olar. Və birinci başlamaq istəyirəm dəm çayımla. Bunun içini deyəcəksiniz ki, ay ünvanka boşaltdı, ay nə bilim nələr elədi. İnanırsınız, hər kimə necə rahatdır, elə yaşamağa çalışır. Və mən bunu ünvanka belə boşaldıram ki, orada setka var. Təbii ki, ünvankanın içərisinə, yəni kanalizasiya birbaşa getmir. İçərisində setka var və setkaya yığılır. Mən bunu yuyum. Su da bu arada isinsin. Qoy buranın işığını yandıram, ən yaxşısı. Çox rahat iş görür.
Belə necədir? Yaxşı görürsünüz məni? İnşallah yaxşıdır. Zeynəbi səhər aparmışam məktəbə. Yağmur yatıb. Zeynəb məktəbdə, qaynanam həkimdə. Bu şəkərdir deyə aylıq yoxlanışa gedir və dövlət tərəfindən dərman verilir, şəkər dərmanı. Təbii ki, bu bütün şəkərlilərə verilir. Sizdən bir şey soruşam, izləyicilər. İndi yəni bir şey soruşmaq istəyirəm. Bilin, qohumda, əqrəbədə, ya ananızda, qaynananızda, qaynatanızda və yaxud da ki, atanızda, indi olur və yaxud da özünüzdə şəkər varsa, Allah zor eləsin, Allah göstərməsin. Onun dövlət tərəfindən verilən aparatı var, şəkəri yoxlama aparatı. Bax, o aparatın özünün içərisində USB yeri var, yəni zaryatka dolan yeri var. Sizdə o zaryatka yerində, yəni daha USB-sini veriblər aparatın içində. Və yaxud da ki, mağazindirmə, aptekdən almışsınızsa şəkər aparatı, onun içindən USB çıxır. İndi göstərəcəm sizə. İndi deyəm, o bir dənə çayımı dəmləyim, göstərəcəm. Mən zəng elədim. Qaynanam təzə-təzə şəkər idi, bildik ki, şəkərdir. Getdi, yoxlanışdan keçdi, elədi və nədir onun adı? Yoxlanışdan keçdi və keçəndən sonra deməli, nə oldu? O çayını götürüm gəlim. Yoxlanışdan keçəndən sonra buna aparat və şəkər dərmanı verdilər. Okey, əla. Sadəcə olaraq aparatın içində şey çıxmadı. USB çıxmadı. Bir müddət bu aparatdakı necə deyim, baterka hissəsi bizi çərrətdi. Həqiqətən də. Oy, nə çox səsi çıxdı bunun. Çayımı qoyum dəmlənsin. İnanırsınız, bu nə bişirirəm sualı var ha. Məni öldürür də. Nə bişirim sualı. Beynimə vurdusa, inanırsınız, tapa bilmirəm də nə bişirdiyimi, bişirəcəyimi daha. Bismillah. Çay dəmalsın. Baxın. Aparat buradadır. Bu şəkərti mənim əlimdə çox görəcəksiniz. Uşaqlar da bu şəkərti sevir. 2 dənə şəkərtim var ki, çox sevirik həqiqətən də. Yəni 2 şəkərtin üstündə özlərinin Adidaslar şəkərtləri var hamısının, ikisinin də. Ancaq bu 2 dənə şəkərti dadanmışıq, öyrənmişik. Görək. Baxın. Bir dəqiqə. Yox. Baxın, görürsünüz, bax. Görürsünüz, burada USB yeri var. Və mən buranı açıram. Yəni, sizinlə bərabər açıram. Açdım. Bilmirəm, görürsünüz, burada USB yeri var. Bu USB yeri varsa, deməli, bunun USB-si də olmalıdır. Amma aparatın içində vermədilər. Çıxardıblar içindən, %100. Yəni, sizdə də belədir. Yəni, aptekdən alanlar yaza bilərmi ki, yəni, sizin aparatınızın içində USB çıxdı mı, yoxsa yox. Amma görürsünüz, hal-hazırda, yəni, onun üzərində USB şeyi var da, yeri var. Yəni, USB taxmaq mümkündür. Sadəcə olaraq USB-nin özü yoxdur. Mən də əsəb keçirdirəm ki, o USB yeri ola-ola, niyə USB-nin özü yoxdur içində? Mən bu lütşü buraları qab-qaşığı götürüm. Mənim izləyicilərim çox mızmıza deyirlər. Yəni, bəzi
blogerlərin özüm onlara baxıram ki görüm onlara nə yazırlar və mənə necə yazırlar. Və baxıram ki, çox qınaqlar tuturlar, çox qınaqlar tutduqları üçün mənə xoş olmur da. Yəni, nə qədər olmasa da, o insanın əgər şərait budursa, yəni nə eləsə budur da. Məsəl üçün bir xanım var, çox gözəl də xanımdır, yəni xanım olaraq çox gözəldir. Necə deyək, hələ öz həyatını yaşayır da. Sadəcə olaraq, ay bu niyə orada qaldı, ay bu niyə burada, ay yaxşı eləyir, əcəb eləyir. Məsələ də, xoşun gəlmir, qardaş baxma, xoşun gəlmir, ay bacı baxma, niyə baxırsan ki? Sadəcə olaraq, helilərinin gedəsən, qəflətən evinə girəsən, inansan evləri nə gündə olacaq, itin günündə olacaq, ona buna mız qoyanların evləri həmişə pis gündədir. Deməli, bir gün, o vaxt keçmiş zamandan danışıram, anamın bir iş yoldaşı var idi. Hər gün gəlirmiş ki, bəs mənim, necə deyək, anam bunu bişirdi, belə oldu, elə oldu, nə bilim, nə oldu. Bilməm, hansı rayondan olur qız da. Anam gəlin iş yoldaşları da qızlardan bir neçəsi deyir ki, bax deyir, bir dəfə gələcək, yiyəcək də, gələcək də, yəni sizə, mamam bunu bişirdi, mamam onu elədi, belə oldu, elə oldu, nə bilim, nə oldu. Hə. Bunlar da bir gün deyir ki, valla bu hər gün gəlir bizi şişdirir də, bu nətər olan bir şey olacaq. Hə, şişdirir də bizi. Bir gündə gedək, nədir onun adı? Yığılşan bir dəfə gedək, yiyək o yeməkdən dadına baxaq da. Hə, nəysə bu qız heç nədən xəbəri olmur da. Qız gəlir bir gündə deyir ki, hə, mamam belə küftələr pişirdi, belə qəşəng, belə yekə küftələrdir falandır filandır. Nəysə, mamam gəlin iş yoldaşları deyir ki, bəs yığılşan gedəyində da belə olmaz. Biz ürəyimiz xarab oldu. Bu necə şey eləyirsə, biz gedib bir gün bu mamasının yeməyin dadına baxaq da. Yəni, xalan da tərifləyək, təşəkkür eləyək, gələk. Hər nəysə, əl qərəz, ətir iyi gəldi. Hə, əl qərəz. Bunlar gedirlər, bir gün, bu da bilir, xəbəri yoxdur heç nədən. Gəlir, deyir ki, hə, bəs belə küftələr, zatlar pişirdilər, fikrim yayınlar, bir də görsən, elə biraz səs gəlir, qapı-zat böyle. Hə. Bunlar iş yoldaşlar yollaşıb gedirlər. Mamam deyir ki, abla getməyin də. Bəlkə cəmaata xəbər eləməmişik, bəlkə anası heç xoşlanmır, eləmir, bəlkə narahat eləyəcək. Yox, gedək, nəsə mamanı da özlərinə qoşurlar. Qızı da, həmin qızı da qatırlar, qabaqlarına gedirlər. Mamam deyir ki, mən çöldə deyəmişəm, içəri girmirəm də. Girdilər, deyək, ay xala, sən gəlmişik küftələrindən yeməyə, belə yekə küftələrindən, bəhbəhlə, noxudlu küftə, Bakı küftəsi. Mamam gil Bakılıdırlar. Çoxsu da, yəni, o işləyən əhatədə də sırf Bakılılar idi da. Dedi, eşitdik ki, siz Bakı küftəsi bişirmişsiniz, Bakılı küftəsi, onlar deyəsə özləri rayonlu idilər. Gəldik ki, öz küftəmizdən yeyək və tərif eləyək sizə. Xala belə baxdı, necə yəni? Mən küftə pişirmişəm. Dedi, hə, bəs qızınız dedi, siz küftə pişirmişsiniz, nə bilim, nə. Qız da udquna qalıb da. Qız da deyəndə 19-20 yaşı vardı. O vaxtları, yəni 16-17 yaşından belə işləyənlər olub da, fabrik zavodlarda. Hər nəyəsə, əl qərəz. Bu gəldi, deyir, yox, deyir, avala deyir, mən deyir, küftə saf pişirməmişəm. Evdə deyir, düz pişirmişəm. Buyurun, keçin. Bircə, yəni ondan verə bilərəm də. Yəni, nəysə. Yəni, sözü nəyə gətirmək istəyirəm? Yəni, bu qızı qapısına qədər getdilər, evinə qədər getdilər, o çıxmadı. Halbuki, kimlərsə oraya yemək gətirən zamanda bu qız hamısına mız qoyurmuş. Ay, siz bu Bakı yeməklərini yaxşı bilmirsiniz, Bakı adətlərini yaxşı bilmirsiniz. Bunlar da durub gediblər onlara ki, yəni biz gedək baxaq da, yəni sən rayonlusan, indi söhbət heç kəsin xətrinə dəyməsin ha. Yəni siz rayonlusunuz, biz Bakıdanıq, amma bizim Bakı yeməklərimizi bəyənmirsiniz. Siz də öz evdə məsəl üçün yeməkləriniz düzəməllik pişirmirsiniz də, özünüzün əl qabiliyyəti yoxdur.
O məsəl var, yalançını evinə qədər qovarlar. Bax bu məsələ idi. Hər nəysə. İndi sözüm onda yox. Ona görə deyirəm ki, bəzi çaydan altına baxıram. Xodu elə bil çox oldu. Biraz alım. Hə. Hər nəysə, yəni o pis yorum yazanlar var ha, pis yorum yazanlar. Vallahi evlərinə getsən, inansa evləri köçər də, həqiqətən də. O qədər helilər var ki, mənim bir tanışım da var idi. Deməli, həmişə deyirdi ki, yəni belə deyim də, heç kəsi bəyənmirdi də. Hamıya bir mız qoyurdu, bir mız qoyur. Amma özü heç bir düzəməlli adam değildi də. Düzəməlli bir qız deyildi də. Yəni xasiyyəti çox murdal bir xasiyyəti var idi. Heç gəlməz bir xasiyyəti var idi. Yəni heç kəs ondan yola getməzdi də. Müdürə işdə, yəni iş yoldaşım idi də. Təsəvvür edin ki, müdürə çalışır ki, müdürlük eləsin. Bu müdür deyə, bu istədiyi kimi səni işlədə bilər. Çünki maaşı o verir də. Yəni, əgər onun istəklərinə, şərtlərinə qarşı sən işləmək istəmirsən, sən çıxmalısan işlə. Məsələn, müdür deyir ki, mən mal gətirirəmsə, tutalım bir satıcı işlən deyək, mal gətirirəmsə, sən onu vitrinə düzməlisən, qiymətləndirməlisən və görünüş yaratmalısan. Əgər sən bunu eləmirsənsə, sən işləməli deyilsən qətiyyən. Yəni, o işdə işləməli deyilsən də. Yəni o qədər murdal xasiyyəti var idi ki, o qızında. Heç kəs də bəyənmirdi də, heç kimi də. Daha oje inansız bütün iş yoldaşları, beyinləri xarab olmuşdu onun əlindən. Hər nəysə yola verirdik, gedirdi. İndi keçib biraz məsələk. Qabları ki götürsən, qaşıqlar ki dağılır ha. Ən zəhləm gedən hissəsidir o daqqatırıq səsi. Baxın, indi tripodun üstünlüyü. Bax, mən məsəl üçün buradan götürüb ora koyuram. Siz o hissəni görmürsünüz də. Ona görə tripodun üstünlüyü odur ki, qoyursan kənardan. Rahat səni hər tərəfdən, yəni kənardan çəkir də. İş gördüyün işi hamısını çəkir. Bir də, bilmirəm, siz də eləsiniz. Mən məsəl üçün, stəkan qaşıqdır, rəngi yoxdur, hansı bir qab olur olsun, mən onu çay dəsmanla silməyi sevmirəm, qətiyyən. Zəhləm gedir onu çay dəsmanla siləndə. Sanki biz necə, elə mən onu yumamışam, elə hiss edirəm. Burada da buna baxmayın. Baxın, belə bir şey eləmişəm. Yumurta qabıqlarından, çiğ yumurta qabıqlarından hazırlamışam. Baxın, belə bir şey. Bunları mən üzü yazaram. Bunları tökəcəm, yaza deyəndə martda. Martda onları tökəcəm güllərin dibinə və hətta çox idi həyətdəki güllərə. Birazdan haradasa nə vaxt deyim sizə, fevralın sonunda, bir də martda, yəni bu aylarda mən həyət güllərinə şey tökürəm. Yəni yumurta qabığı, gündəlik pişirdikcə onu yuyuram, təmiz. İçin nazik pərdəsini götürürəm və onu qurudub qoyuram ora. Sonra da güllərin dibinə falan tökürəm və yoldaşım ağacların güllərin dibini həyətdəkini eləyir. Evdəkini də mən həmçinin eləyirəm. Tökürəm, sonra diblərini biraz belə yumuşaldıram, yəni bıçaqla, bir nə ilənsə də. Sonra da rahat olur. Yəni qarışığı vitamindir, təbii vitamin. Başladıq qablarımızı yumağa və qabları yuyum, təmizləyəm. Mən axşam dediyim kimi şey eləmirəm, qablara dəymirəm. Ona görə dəymirəm ki, çünki hamı yatır. En azından yoldaşım yatır. Məsəl üçün də səhər işə gedir, tezdən gedir. Ən tez işdən gedən, yəni evdən çıxan yoldaşımdır. Ən tez. Sonra Zeynəb durur, yəni tezdən mən məktəbə gedir. Zeynəblə bərabər mən dururam. Amma mən səhər tezdən durmağıma baxmayaraq gecə, axşam çox gec yatanam, həddən artıq. Yəni geri yerimə də dəfələrlə yoxlamışam, girmişəm. Amma inanırsınız, yumru gələn bir şey yoxdur da. Yerinə girdim, yıxıb qaçırsınız da eləsiniz. Bir də maraqlı reseptlər varsa, zəhmət olmasa, mənə adını yazın, çəkin sizin üçün paylaşın. Və yaxud da ki, tapa bilmədiyiniz videolar, məsələn, yemək videoları olsun, şirniyyat videoları olsun, fərq eləmir. Hansı olur olsun, mənə adını yazın, elə bu videomun altında. Mən sizə yenə onu tapım, hazırlayayım, çəkiliş edeyim, qoyum, sizin üçün rahat olsun. Aşıq Zeynəbi pişirə-pişirə
canlıda daşı izləyicilərimizlə bir yerdə Zeynəbi bişirə-bişirə bir stəkan süt pişirdim ki, içsin. Çünki biraz narahatçılığı var idi. Öskürməyə başlamışdı akşam. Mənə çox narahat edir. O öskürməyə başlayanda 10 sənəsində necə ki, allergik bronxlarında allergiya var. Öskürək tutdusa, geç tutarıq. Yəni kəsməyi, öskürəyini kim kəssə halal olsun məsələ. Bir stəkan süt düzəltdim. Onun axır dibində haradasa 10-20 qramını saxladılar 200 ml-dən. Yenə də onsuz da saxla. Amma yenə də xeylamını içdi. Allah bütün bağlarının canını sağ eləsin. Həqiqətən də. Valla onlarsız bir günümüz olmasın. Mənim bir bibim, rəhmətli bibim özü xərçəng xəstəliyinə tutuldu. Və necə deyim sizə? Yəni səsim yaxşı gəlir inşallah. Bibim xərçəng xəstəliyi tutdu. Bibimin də yoldaşı çox gənc vaxtında rəhmətə getdi də. Və buna baxmayaraq necə deyim sizə ki, fikrimi tamamlamaq istəyirəm deyə. Elə bir ki, bir dənə də birinci dənədə qızı var idi, birinci ədəd övladı var idi, o da qız idi. Və qızı o qədər stres, qorxu, əsərli çəkdi ki, həqiqətən də qorxu, əsərli stres keçirdi ki, qız özü də xərçəng tutdu və 8-9 ay yataq xəstəsinə düşdü. Yəni, necə deyək, həkim demişdik ki, onun ciyərində çıxdı qanında. Onun balalarımızın canı sağ eləsin. Allah bunların ruhunu şad eləsin, yerini cənnətli eləsin. Deməli, xərçəng ciyərində çıxdı qanında. O da, bilirsin uşaq ki, başına nə gəliblər, geç bildilər. Yəni, anası üstünə düşmüşdülər, anası əməliyyat olundu, anası düzəlməyə başlayırdı. Sonra ayda ildə bir dəfə bir iğnəsi var, onu vurdur orada, yəni ana düzəlirdilər. Bala ki, düşdü, nə bilək ki, balada nə var, nə yox, o da bildirmirmiş. Ənnəmə, Allah zor eləsin, danışıram da. Yəni, o da problemlər yaşadı ki, yəni bir sözlə həkim demişdi ki, ürəyi sağlam olduğu üçün, nə üçün? Ürəyi yəni gənc olduğu üçün, cavan olduğu üçün bu uşaq belə əziyyət çəkir də. Əslində belə xəstə, yəni ciyərində xərçəng olan xəstələr, qanında olanlar tez rəhmətə gedinlərdi. O qız yalnız 8 ay, 9 ay əziyyət çəkdi də, zülüm çəkdi, sürünə yaşadı. Allah heç kəsə göstərməsin o dərdi. Sonra da üstündən biraz keçdi, bir neçə il. Bibim onun dərdinə dözə bilmədi. Bibim də, əslində bibim sağalmışdı. Bibim də müalicəsini başını bıraxdı, övlad dərdində. Yəni, bibimi də elə itirdi. Allah bütün ölənləri rəhmət eləsin. Yerdə qalanlara cansın, onu versin. Və o bibim dünyasını dəyişəndən sonra həqiqətən də dəhşət çox pis olmuşdu. Mən ona həmişə deyirdim ki, ikinci anam, yəni ata tərəfdən mənə ikinci analıq edən o idi da. Uşaqlıqdan meylini mənə salmışdım, mən də ona meylimi salmışdım. Hətta iş yerində bibim, anam, mən üçümüz işləyirdik. Böyük bir idarə idi deyə, hələ bir işlə işləyirdik. Və orada inanırsınız mənə o qədər gözəl yəni bibi kimi mən onu görməmişdim də. Bir şey olan kimi mamam məsələn simen işləyirdi də, o axşam simeni idi, yəni 4-dən sonra 4-dən 10-a 11-ə qədər idi, mənim mamam da, o da səhər simeni idi. O da səhər tezdən gəlirdi 7-də yox 8-də, 8-də səhər etmirəmsə, axşam gün orta saatı 5-ə cada 6-ya qədər işləyirdi də, bax belə oldu simenləri. Səhər bir problem olsa, işlə qaçırım bibimin yanına, axşamda anamın yanına. Yəni seçmirdim də, hər ikisi də, yəni bibimin yanına qaçsam da, yəni o bibim mənə Allah kimi idi də. Tez işimi həll eləyərdi, dərdim olan ki, tez kömək eləyərdi, hər şey eləyərdi də. Yəni bibilərim, 5 bibim var, 5-in də xətti mənim üçün əzizdir. Amma o bibim tamam başqaydı da, tamam başqa, mən onu tamam başqa cür söylədim. O bibim dünyasını dəyişəndən sonra sanki bir dənəli qırılmış bir quş kimi idi öyle. Sonra bir neçə il keçəndən sonra üstündən mən mamam rəhmətə getdi. Mamamın da rəhmətə getməyi həkimlərin günahları idi. Həkimlərin səhv əməliyyat, düzgün əməliyyat eləmədikləri üçün mən mamam da həkim xidmətini öldü. Allah onun bəlasını versin. Mən buradan həmişə deyəcəm. Nəinki burada hər yerdə deyirəm. Allah'a tapşırmışam bu adamı, o həkimi. Allah bilən məsləhətdir. Deyir Allah deyir ki, qurban Allah'a. Sən mənə bırak, mən onu qandıracağım. Məsələ var ha. Bax elə bir şey. Hər neysə. Əlqərəz. Yəni sanki hər iki tərəfdən qırıldım da. Necə deyim, qırıldım deyəndə, yəni sıfırlandım da mən də. Özümün də başını bırakmışdım, əməli başladım. Yəni heç özümə fikir vermirdim. 2023'də mənim mamam rəhmətə getdi.
Əməli başını bırakmışdım özümü. Her şeyi bunu düşün, hiç ne düşünmürdüm de. Bir de özünüz təsvir edin de. Yani siz özünüz de anasınız. Və yaxud da ki, gənclərimiz var ki, çok güzel bilirler ki, analık başka bir şeydir də. Yəni, ananın yerini heç nə verməz. Əməli başlı həyatını əlimi üzmüşdüm. Mənim saçlarım belimdən aşağıdaydı, mamam sağ ikən. Mən o saçlarımı neynədim, bir bilsən. Mamam dünyasını dəyişəndən sonra o qədər stresə düşdüm ki mən. O stresə düşəndən sonra saçlarımı tuttum bax belə, rezillə. Bax beləcə kəsdim. Kələ kötür, nə tər gəldi, heç maraqlı olma. O saçla mən nə qədər vaxtı şeylərim, yığdım, saxlarım, açmadım saçımı da. Sonra bir gün gəldiniz, buradan onu salamlayıram Nurayı. Canım gözüm, həqiqətən də. Gördü ki, məndə vəziyyət başqadır. Həqiqətən də özümün başını bırakmışam. Heç yaşamaq həvəsim yox idi. Yəni sanki öləndən öləcəkdim kimi də belə təsvir edirdim. Sanki özümə işgəncə verirdim. Yəni başqa mən onu, yəni ad verə bilmirəm də. Elə bir sanki özümü bırakmışam ki, bu da mənim dibimdə var idi bu xasiyyət. Elədi, axırda da zaten onsuz da dərdi dəlası var idi. Özümdə də o xəstəlikdən var idi. O xəstəlik, o dərd, o xəstəliyi oyatdı və elə də yəni apardı da. Deməli, bizim gəlimiz mənə görəndə ki, mən saçımı nə hala qoymuşam, nəsə ürəyində qala, qardaşımla danışa eləyə, qardaşımda maşın var. Dəfələrlə dedi ki, get salona, gedək salona. Dedim, getmirəm, heç nə istəmirəm, heç nə demək istəmirəm. Axırda qardaşımla birləşdilər, sanki məni tutdular evdə. Mənim o saçımı əyriliyini düzəltdilər, əməli başlı düzəltdilər, sağ olsunlar. Və sonra hamının yatmağını gözləyirdim. Hamının yatmağını gözləyirdim ki, mən öz dərdimdən baş-başa qalım. Övladlarımın yanında göz yaşı akıtmayam. Çünki mən onlara o qədər bağlıydım ki, yəni bir ana qız deyildik də biz tək. Biz rəfiqə idik, biz dostuyduq, biz can yoldaşıydıq, biz elə olmuşuq da heç nəyi düşünmürdüm. Yəni mənim üçün həqiqətən də anamın yox olmağı təkliyimin başlanğıcıydı da. Anamın bu vəziyyətə gəlməyi, anamın dünyasını dəyişməyi mənim təkliyim idi və acılarım idi. Və acılarımı kimləsə bölüşə bilmirdim. İçimdə ən ağır çəkdiyim acıları kimlənsə bölüşə bilmirdim. Yəni, necə... Oy, biraz özümə gəlim. Necə ki, övlad yıxılır, əzilir və yıxılıb əzildiyi zamanda anasının üzərində qaçıb. Ana, mən yıxıldım. Üzürlü sayım, sıxladım çəkilişi ki, biraz özümü toparlayayım və rahat danışım sizinlə. Və onu deyirəm ki, yəni, uşaq necə yıxılarkən qaçır anasının qucağına, anası onun bağrına basan bütün ağrısı, əzabı, dərdi, yəni, yüngülləşir. Yəni, o ağrı, o acı, o dərd, bax, buradaydı. Və mən heç kimin yanına qaça bilmirdim. Yəni, düzdür, deyəcəksiniz ki, bəs atam hardadır? Atam Allah canına dəyməz. Özünüz bilirsiniz ki, ananın əvəzini heç kəs verə bilməz. Yəni, ana hamını əvəz edə bilər, amma ananın əvəzini heç kəs edə bilməz. Heç kim ha. Yəni, həqiqi mənada, yəni, dəqiq bir sözümdür də. Mən bunu anasız olarkən anladım. Yəni, atam da anamın ölməz, yəni dünyasını dəyişməklə atam da çox çöktü, qardaşlarım da, mən də və mənim qızlarım da. Hamısı çox çöktü. Amma buna baxmayaraq, deməli, bayaq dediyim kimi hamını gözləyirdim ki, hamı yatsın və mən içimi boşaldım. Yatdığım bir saat yarım da bir dənə onu gördüm ki, mamam gəldi yuxuda mənim yanıma. Dedi ki, ola, mən onsuz da haqq dünyadayım da və haqq dünyada olduğum üçün sən məndən narahat olma. Heç narahat olma. Amma sənin de bu həyatda yaşama səbəblərin var. Və dedi ki, çön arxaya bax, çöndüm arxamda. Qarşıdan qızlarımı gördüm. Qardaşlarımı gördüm, atamı gördüm və bir dənə cübbulu gördüm. Amma cübbulu yəni balaca bilmədim kimdir. Dedi, çön arxana bax. Sən bunların, yəni sən mənim yerimdəsən deyir. Səni öz yerimə qoymuşam. Sən də özünü bıraxsan deyir. Yəni həyatdan əlini çəksən deyir bana. Bəs o arkadakiları düşünmürsən. Bəs onlar yazıq deyirlər. Yəni həmin gündən özümə söz verdim ki, mən özümü toparlayacağım və mən özümə gələcəm. Biraz iş görək.
kapağı. Ha. Bunları o tarafa koyacağım. Şöyle koyacağım. Bir iki kilo koymuşam həyətdə. Bankaları belə yığıram, aparıb koyuram içine. Dağıldı bura. Yığıram aşağı kulokda. Sonra da tavanın ağzını həftədə bir dəfə açıram. O bankaları aparıb koyuram aşağı kulokda. Desəz ki, niyə düzəltmirsən, sərgəni öz yerinə qoy. Ona görə qoymuram ki, yayda çünki düşürəm. Bəzi bankalarını ayırıram. Çünki yay bişinti vaxtlarıdır deyə. Ona görə ayırıram ki, hansıları daha tez işlədəcəm, hansıları daha sonra işlədəcəm kimi. Bunları ayrı qoyuram. Yəni banka olaraq. Burada da qapaqlardır. Bunlar da mənə yayda lazım olur belə bir şeylər mənə. Çünki yayda yay tədarükü görən zamanda bunlara çox ehtiyacım olur. Ay daha sən keçmirsən ki, burada mənə əsəbləşdirirsən. Nəyindir? Bu qabı hanı bəs? Bunun qabı budur, başa düşdük. Bunun qabı hanı. Hər neysə, axır bunu qoyaq bura. Ay, dağılma, Allah heç günə dağılma. Bunu da qoyaq bura. Məsələn ki, yayda alca gəldi, cıralca gəldi bizə, hayvandan gəldi. Çox cırıydı. Yəni, dişə dəyərkən birbaşa sümüyünə, içinin tumu var ya sümüyü. Sümük de değil, tum da değil. Yani sırf orada değirdin de. Bu babahan bəs, Allah. Hər neysə. Axır. Bunu elə yerləşilir. Bunu görə belə qoyun çəfəki ki, ağzı bağlansın deyə. Nəyə qoyacaq? Bir bunları qoyun bura. Belə qalsın. Belə qalsın burada. Elə burada. Diyeceğiz ki, onları niyə saxlayırsan? Götür şeylə. At kesin. Mən onların çoxsunu atmışam əslində. Sadəcə olaraq yerdə ayağım da narahatdır deyə hələ də. Onların çoxsunu atmışam deyə bir neçəsini saxlamışam. O da mənə lazım olar məqsədi ilə. Və keçdik bu tərəfə. Belə işıq necə vurur? Yaxşı görürsünüz məni. Konfet qabını idi, dilən boşaltdım. Tutardım. Qafinkanla yuyum. Bunu biraz uzağa koyayım ən yaxşısı. Bir də çaydanın altını yandırım. Bunu uzağa koydum və çaydanın altını yandırım. Ki sizinlə danışa bu işi görəndən sonra bir stəkan çay içeyim. Mən bu arada hələ işləyirəm. Həkimdən hələ gəlməyib. Çox tezdən mən gedir. Növbəti dayanmasın belə. Bunu belə yığın bura. Bunlar çox nazikdir deyə sınırma. İndi istəyirəm ki, bir marojna qabları alım ki, o marojna qabları çox sınmasın da, bərk olsun. Bunu da mənə bu vaxt idi, subay vaxtları idi, pay almışdılar. Kimsə pay almışdı. Sonra da dedi ki, nə vardı marojna qabı. Yəni o vaxtları biz evlənən vaxtlarda çox hesab belə şeylər alınmırdı. Sonra da moda düşür, hesab marojnalar, nə bilim. Sonra indi quru marojnalar, dondurulmuş marojnalar moda düşür. Həmişə plan bir, yəni ən çox da plan bir marojnalar yeyirdik də. Yəni yedik oradan kağızına atırdık, gedirdik, çoxlarını atıp gedirdik. İndi ama hesab marojnalar çox moddadır. Daha önce indi yox, indi dondurulmuş marojnalar. Bu arada dondurulmuş marojna qəşəng bahadır. Valla dadı da bir şey görüyor, dadını bilmirəm. Haşişo bildik də. Amma yəni dəyməzlər. Mən də belə bir xasiyyət bir insanım ki, yəni gereksiz yerə protein verirəm. Sim hiç verirəm, amma gereksiz yerə protein verirəm. Məsələn, uşaqların sağlık sunkaları varsa, mən ikinci dəfə sunka niyə alıram ki, məktəbə? Amma elə adamlar var ki, tanıyıram ki, geçən alıb sunkanı, öz adamın gözünə soxa-soxa, 80 manat, 100 manat deyir, göbürüz içine alırlar, hər nəysə. Amma növbəti ildə təzən alır. Amma geçən almışdım da, niyə almırsan ki? Zaten var idi bu uşağı. Uşaqları da, bir çox uşaqlar da var ki, elə şey deyirlər. Öyrəşdirirlər. Sonra indi deyir kardiologlar həmişə səni tutan deyil də. Bir gün kasıblaşanda uşaqlar əl çəkmir ki, yox, indi bunu almasın, yüzü başlayırlar tələblərini eləməyə. Belə. Zeynep də inşallah bugün sürəyə təmiz azalar. Allah'ın köməkliyi ilə. İnşallah. Ümid edirəm ki, təmiz azalar. Günə inanırsınız Zeynep'ə nələr elədim də, bax nələr. Rotomallı çay verdim, isti süt verdim. Zərfəranı sarmışım, mən zərfəran eləyirdim həmişə zərfəranlı. Sonra Sibiryanın sırf sörtləymək üçün çayı var. Onu içirdim, dəmlədim, qəşəng içirdim, bitki çayı. Öskürək dərmanı 2 dəfə vermişəm, yatana qədər 2 dəfə vermişəm. Yəni səhər-səhər olmur, ümumiyyətlə 2 dəfə içməyə bəs edir. Deyən yağmur, deyək qızım. Deməli, köfə qazanımı yudum, təmizlədim və hindi soğanıma dökürəm. İnanırsınız bu qazan, ailə quranlar, mənki bu, bir neçə qazanlarım, bu qadlarım var ki, hələ süftəsini belə bir dəfə işlətməmişəm də. Maşallah olsun.
həm anam cehizini çox verib, həm də gəldiyim evdə, yəni qaynanamın özünün qazanları, beyaz boşqabları da olur və ehtiyac olan bir şeylərdən istifadə eləmişəm. İndi ucu görürəm ki, bunları işlətməyə ehtiyac var. Həm də ki, dünya malı dünyada qalır, saxlayıb yeyəcəm. Mən yeməyəm, sən yeyəcəm məsələ kimi. Bu işlədim, sağlıqla işlədim. Vallahi elə mamamın elə qabları vardı ki, yatırımda təzəsi açıldı, işləndi. Ona görə yəni təzə almışdı ki, toydan sonra açıb işlətmək üçün heç qismət olmadı. Yazığa qismətində öz yatırımda onu istifadə etmək qaldı deyə. Ondan sonra nəyim var, hamısını töküb işlətirəm. Yağmur kafta seçir. Sürekli etsin kaftarı var ki, onu seçir. Biz Temmuz'dan ancak bunlardan alarız. Başka şey almalım. Ay, nə səsin? Son vaxtlar yaman şey olur. Neyse, soğanımı qovururum. Sana bir keşliyir. İkin yarısına qədər qovruldu. Ondan sonra çıxacaq. Çünki geri bir yağmuru məktəbə qoymalıyım. Və Zeynəbi bu 4-cü gündür. Zeynəbi də bu məktəbdən götürməliyəm. Mən də pomidoru tökdüm. Yağ soğan oldu. Pomidoru tökdüm. Biraz da pomidor da şeyləsin. Sonra kartofunu əlavə edəcəm. Deməli bunu hazırladım. İçinə kartofları tökdüm. Amma yumurtasını hələ bilmirəm, vurmayım. Bir dənə kartofuna baxaram. Baxın kartofunu da vurmuşam uje. Bir dənə baxam görüm bişib, bişməyib. Ondan sonra yumurtasını tökəcəm. Yumurtasını da hazırlamışam. Çaldım bu formada. Baxın. Bir dənə qaldı tökməyi. Və kartofuna baxdım. Gördüm ki, kartof pişib və yumurtanı içərisinə tökürük və tez bazar yumurlanmamış biz bunu çeviririk. Yəni dağılsın deyə. Gördünüz? Parçalandı, çox gözəl oldu. Bunun dadı, ləzzəti tamam başqa. Hələ istəsəz buna göy-göyərti vura bilərsiniz və yaxud da ki, şey vura bilərsiniz, turşudur və yaxud da bir çox şey vura bilərsiniz. Quru nanədir, göyərti quruları da vura bilərsiniz.